Xüsusi buraxılışımız davam edir. Studiyada qonağım siyasi şərhçi Əhməd Şahidovdur. Əhməd müəllim, gecəniz xeyir. Hər vaxtınız xeyir olsun. Təbii ki, Prezident İlham Əliyevin BMT-dəki çıxışını siz də izlədiniz və cənab Prezident İlham Əliyevin toxunduğu hər bir məsələ xüsusilə vacibdir. Həm regional baxımdan, həm də qlobal baxımdan. Orada belə bir ifadə vardı. Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq. İstərdim bu fikri elə şərh edəsiniz. Birinci bundan başlayaq. Bəli, mən də Real TV izləyicilərini salamlayıram. Həqiqətən də bugün New Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı hər tərəfli və tarixi bir çıxış idi və xüsusən də 80-ci sessiyada bütün dünyanın diqqətinin bu tədbirə yönəldiyi bir dövrdə Azərbaycanın həm qələbə təcrübəsini, həm də sülh təcrübəsini bölüşməsi diqqətə layiqdir. Çünki fikir verirsinizsə bu günlərdə sessiya öncəsi dünyadakı müxtəlif münaqişələr nəinki sülhə yaxınlaşır, daha da dərinləşir, hərbi əməliyyatlar, faciələr və belə bir halda Azərbaycan özünün 30 illik müharibədən sonra ərazilərini işğaldan azad etməsi və düşmən ölkə olan Ermənistanla sülh müqaviləsi istiqamətində atdığı adımlar həqiqətən də unikaldır və cənab Prezident BMT tribunasından məhz Azərbaycanın keçdiyi bu 30-35 illik bir müharibə dövrünü, post-müharibə dövründə Azərbaycan-Ermənistan münasibətləri və nəhayət Ermənistanla avqustun 8-də imzalanmış bu sülh müqaviləsinin paraflanması təcrübəsini bölüşdü. Bu unikal bir təcrübədir və ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın təkcə müharibədən sonraki sülh təcrübəsini deyil, ümumiyyətlə bir dövlət olaraq dünyadakı bütün proseslərə, iqtisadi, ticari proseslərə, diplomatiya, ikili standartlar, beynəlxalq hüquq, hətta iqlim dəyişikliyi məsələlərinə də hər tərəfli yanaşması ilə çox unikal bir tarixi bir çıxış elədi və bir daha Azərbaycanın keçdiyi tarixi yola nəzər salıb, Azərbaycanın üzləşdiyi problemlər elə həmin o BMT-nin Təhlükəsizlik Şurasında 4 qətnamə var idi Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə bağlı və o qətnamələrin ikili standartlara məruz qalaraq illərdir icra olunmamasını elə BMT tribunasından səsləndirməsi və nəhayət Azərbaycanın müharibədən sonra Ermənistanla sülh prosesinin gedişatı ilə bağlı məlumat verməsi təbii ki, tarixi bir qərar idi, tarixi bir çıxış idi və sessiya davam eləyir. Bugün ölkə başçısının çıxışından sonra liderlər samiti davam eləyib, bütün dünyanın diqqəti oradadır və təbii ki, Azərbaycan Prezidentinin də çıxışı fundamental bir çıxış idi deyə bilərik. Ümumiyyətlə, Əhməd müəllim, Prezident İlham Əliyevin çıxışı, yəni o səsləndirdiyi fikirlər regional təhlükəsizliyə necə təsir göstərə bilər? Bilirsiniz, bugün dünyada münaqişələr davam edir. Ukrayna-Rusiya müharibəsi illərdir ki, davam edir. Bütün dünya ölkələrinin birgə səylərinə baxmayaraq tərəflər razılığa gələ bilmir. Bugün yaxın şərqdə təkcə müharibə deyil, humanitar fəlakət daha da dərinləşməkdədir. Afrikada və digər regionlarda problemlər var. Cənubi Qafqazda mövcud son 30-35 illik müharibədən sonra Azərbaycanın 2020-ci ildə öz torpaqlarını azad etməsi, ardınca 2023-cü ildə suverenliyinin bərpası və düşmənçilik prinsiplərindən vaz keçib, yəni o tarixi səhifəni qapadıb Ermənistanla sülh imzalanması istiqamətində atılan addımlar təbii ki, Cənubi Qafqazda yeni səhifə açdı və bu səhifəni Azərbaycan açdı. Azərbaycan dövləti, onun ordusu, Ali Baş Komandan Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Təkcə Cənubi Qafqaz ölkələrini deyil, bütün dünyanı bu reallıqlarla barışmağa vadar elədi və biz bu mərhələyə asanlıqla gəlmədik. Bilirsiniz ki, 2020-ci il müharibəsindən sonra dünyanın müxtəlif paytaxtlarında, Rusiyada, Brüsseldə, Praqada, elə Vaşinqtonun özündə öncəki administrasiya dönəmində, Biden administrasiyası zamanı dəfələrlə
bu sülh üçün görüşlər olub. Heç bir nəticə verməyib bu görüşlər. Hər bir ölkə istəyir ki, öz mən güc mərkəzlərini nəzərdə tuturam. İstər Rusiya olsun, ABŞ olsun, Avropa öz şərtlərini diktə etməyə çalışırdı. Zaman-zaman hətta Azərbaycan qələbə çalmış ölkə olsa belə, Azərbaycana belə təzyiqlər göstərilirdi ki, o imzalanacaq sülh müqaviləsində Azərbaycan müəyyən güzəştlərə getsin. Amma Azərbaycan dövləti və onun lideri heç bir geri addım atmadı və beynəlxalq hüquqa söykənən 5 təməl prinsipləri üzərində ciddi israrla dayanaraq nəhayət ki, bu ilin avqustun 8-də sülh müqaviləsinin o fundamental şərtləri üzrə razılıq əldə olundu. Bu artıq Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu təkcə Azərbaycan və Ermənistan arasındakı sülhün imzalanması deyil. Bu artıq Cənubi Qafqazın dünyanın güc mərkəzləri, istər Çin olsun, istər ABŞ olsun, Avropa olsun, diqqət mərkəzinə çıxardır. İlk öncə bizim o Zəngəzur koridoru dediyimiz Ermənistan ərazisindən keçəcək o Tramp marşrutu artıq dünyanın güc mərkəzlərinin diqqətindədir. Və Rusiyana son 5 ildə Rusiya ərazisində keçirilən görüşlər heç bir səmərə vermədiyindən nəhayət estafeti ABŞ ələ ala bildi və Tramp administrasiyası bu tarixi şansdan həm də öz milli maraqları üçün istifadə edə bildi. Artıq Cənubi Qafqazda post-müharibə dövrü yaşanır. Cənubi Qafqazda sülh, inkişaf, yeni infrastruktur layihələri təkcə region ölkələrini düşündürən deyil, bütün dünya ölkələrini Çindən başlayan bir kəmər, bir yol layihəsinin gəlib Cənubi Qafqazdan keçməsi, Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə Türkiyə və Avropa ilə əlaqələndirməsi təbii ki, bu tarixi bir hadisədir. Bu uğura sevinən ölkələr də var, bizə dost qardaş ölkələr də var. Müəyyən region ölkələri var ki, həmin bu əldə olunan sülhü və sülhün ardınca davam edən bu infrastruktur layihələrinin açılmasını qısqanclıqla qarşılayırlar. İstər Rusiya olsun, istər İran olsun. Təbii ki, bu faktorları nəzərə alıb Azərbaycan bütün güc mərkəzləri ilə, istər Çin olsun, istər ABŞ olsun, digər maraqlı ölkələrlə balanslı və uğurlu siyasət yeridərək ilk növbədə öz milli maraqlarını reallaşdıra bildi. Bizim artıq ərazi bütövlüyümüz bərpa olunub, suverenliyimiz təmin olunub. Zəngəzur koridoru bizim üçün həm iqtisadi, ticari, bundan da önəmli mənəvi əhəmiyyətə malikdir ki, Azərbaycan artıq istədiklərinə nail olub ki, bu da Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb. Əhməd müəllim, hazırda bizim birbaşa bağlantımız var. Bizimlə birbaşa bağlantıda Real TV-nin ABŞ bürosu Kamran Qasımovdur. Kamran, hər vaxtın xeyir olsun. Təbii ki, prosesləri sən daha yaxından izlədin və hətta bir neçə ekspertlərdən Prezident İlham Əliyevin çıxışı, xüsusilə toxunduğu məsələlərlə bağlı müsahibələr aldın. Təbii ki, o müsahibələr də Real TV-nin efirində yayımlandı. Elə prosesləri daha detallı səndən eşitmək istərdik. Amma birazdan biz Kamrana bir neçə dəqiqədən sonra bağlanacağıq. Əhməd müəllim, elə qaldığımız yerdən davam eləyək. Təbii ki, Prezident İlham Əliyevin toxunduğu məsələlər arasında 907-ci düzəlişin, eləcə də ATƏT-in Minsk qrupunun ləğvi və yaxud da Ermənistan-Azərbaycan arasında sülhə dair əldə olunan razılaşmaların heç bir vasitəçi olmadan buna nail olunması məsələləri təkcə vacib məqamlar deyildi. Bunlar həm də bir mesaj idi. Və sizcə bu sadaladıqlarımla bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bəzi dövlətlər tərəfindən sizcə necə qarşılandı? Təbii ki, ölkə başçısı tarixi tribunadan həm də tarixi bir çıxış elədi, önəmli mesajlar verdi. İlk öncə elə azadlıq aktına 907-ci düzəliş bilirsiniz ki, 1992-ci ildə Birinci Qarabağ müharibəsinin ən qızğın dönəmində Azərbaycanın həqiqətən də öz haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istədiyi və beynəlxalq ictimaiyyətdən yardım gözlədiyi bir məqamda Azərbaycanın, belə deyək, arxadan bir xəyanətlə üzləşdi. ABŞ eyni zamanda Ermənistana hərbi yardım göstərdi, amma Azərbaycana hərbi yardım qadağan edildi və son 33 il ərzində Azərbaycan ABŞ administrasiyası tərəfindən bu ikili standartlarla üzləşdi. Zaman
zaman Azərbaycan-ABŞ münasibətlərində Əhməd bəy, çox üzr istəyirəm. Hazırda əməkdaşımız buyurun. Kamran Qasımov bizimlə birbaşa bağlantıdadır. Kamran, hər vaxtın xeyir olsun. Və mən biraz öncə də qeyd elədim, proseslərin içindəsən və hər şeyi daha yaxşı izlədin. Prezident İlham Əliyevin səsləndirdiyi hətta fikirlərlə bağlı bir neçə ekspertlərdən də müsahibə aldın. Elə sənin təəssüratlarını eşidək. Teşekkür ederim Nami'de. Deməli, bir neçə gündür ki, bence Baş Asambleyasının 80. sesiyasını yaxından izləyirik və Prezident İlham Əliyevin bildiğimiz gibi bir sıra görüşleri keçirildi və bugün elə Baş Katip Antonio Guterres'in de görüşü olmuştu və günün birinci yarısında, yani yerli vaxtla saat 12 radelerinde Prezident İlham Əliyev BMT Baş Asambleyasının Ali Kürsüsündən çıxmışdır ki, əslində biz bir çox prezidentlərin çıxışlarına qulaq asdıq və konkret olaraq bu çıxışlarda lokal münaqişələrin, lokal problemlərin həlli ilə bağlı bir təkliflər var idi. Yəni, orada konkret olaraq lokal dedikdə konkret hədəf göstərilirdi, konkret ünvan var idi. Prezident İlham Əliyevin çıxışının fərqli cəhətindən ibarət oldu ki, əslində bu həm bir hesabat idi, Azərbaycanın hesabatı idi, global mesajı idi, həm də global çağırış idi ki, gəlin artıq ədalət yaradaq, gəlin artıq stabillik yaradaq. Çünki, baxın, əslində prezidentin bura gələndən bəri yəqin ki, müşahidə eləmişsiniz, materialları mütəmadi olaraq görürsünüz. İqtisadi görüşlər daha üstünlük təşkil edildi. Nə üçün bu belədir? Çünki dünyaya bir mesaj verilir ki, əslində siyasi stabillik olan bir ölkədə iqtisadi vəziyyət hər zaman öz yüksək səviyyəsinə çatmış olur. Azərbaycanın və bu görüşlərin mən onu gördüyüm ki, Namidə təbii ki, çıxışa gəlir yerə. Əksəriyyəti bilirlər ki, hamısı qarşı tərəflərin xahişi nəticəsində başlayır. Niyə? Çünki Azərbaycan etibar qazanmış bir tərəfdaşdır dünyada və Azərbaycan konfliktlər yaratmayan, Azərbaycan dünyaya global çağırışlar edir. Baxın, çıxışda çox maraqlı məqamlar var. Xüsusilə bizdə dedik ki, biz global təhdidlərlə üzləşirik və biz global təhdidlərdən savayı bu baxımdan məhz artıq ədaləti gətirməliyik. Yəni, əvvəldə də ədalət fikirləri oldu, sonda da. Yeri gəlmişkən, prezidentin çıxışının birinci hissəsində diqqət yetirsək, mən orada yuxarıda əyləşmişdim və digər həmkarlarımızla birlikdə müəyyən qeydlər aparıldı və prezident həm preambulada, həm də sonunda bir bağlantı yarattı. Dedi ki, mən hər zaman bura gəlirdim, işğal faktından danışmağa, ədalət çağırışına, bugün isə sülh gündəmi ilə gəlmişəm. Sonda da prezident qeyd etdi ki, biz dünyaya artıq sülhü gətirməliyik. Bilirsiniz, bu hər prezident bunu o kürsüdən söyləmədi. Yenə deyirəm, konkret hədəflər var idi. Bəli, Sudan, Qəzza, Rus-Ukrayna müharibəsi, bunlar görünən məsələlərdir. Azərbaycan prezidenti bir nümunə qoydu bugün BMT-də və nümayiş etdirdi. Həm də bu birisi ilə bağlıdır. Ümumiyyətlə BMT-nin 80-ci Baş Asambleyasının 80-ci sesiyasında maraqlı məqamlardan, əsas istiqamətlərdən biri deyildi ki, deməli BMT-də yenilənmələr olmalı, islahatlar başlayılmalıdır. Bu islahatlar deməli bütün hallarda artıq münaqişələrin həlli üçün bir əsas olmalıdır. Əks halda bu təşkilat heç nəyə qadir olmadığı nümayiş etdirir. Azərbaycanın konkret olaraq BMT qətnamələrini özü icra etməsi bu unikal hadisədir. Və bunu prezident bir daha kürsüdən diqqətə çatdırdı ki, biz qətnamələri icra etmişik. Yəni biz BMT-nin qətnamələrini icra etmişik. Və maraqlı məqamlardan biri də buyurdu ki, Namidə, orada prezidentin bir fikri var idi. Beynəlxalq bizim qazandığımız nailiyyətlər beynəlxalq hüququn nailiyyətləridir. Yəni Azərbaycan üçün Prezident İlham Əliyev Azərbaycan üçün danışmadı. Hərçənd Azərbaycan lideri olaraq danışdı, Azərbaycanın adı yazılmışdı, Azərbaycan lideri kimi olub təbii ki, təqdim olunmalıydı. Amma prezident global danışdı. Bu çıxış global nitqidir. Prezident İlham Əliyev öz ölkəsinin nümunəsində, öz ölkəsinin əldə etdiyi
humanitar, siyasi, iktisadi, humanitar sahədə əldə etdiyi bütün nailiyyətləri bugün BMT kürsüsündən global çağırışa çevrildi. Yani bu çıkış bir növ BMT için yol haritəsidir. Hem de bir xəbərdarlıqdır. Trump'ın çıxışı yani ki yadınızdadır. Trump BMT'ni tamam tənkid etti ve bu təşkilatın bildirdi ki ben 7 müharibə dayandırdım. Yani elbette ki son nəticənin Ermənistan-Azərbaycan arasındaki münaqişənin son mərhələsində Amerika Birləşmiş Ştatlarının rolu çok böyük oldu. Bunu prezident de öz çıxışında belirtti. Washington tanıtı var. Ama tarafın neden ona ibaret değil ki Nami'de. Demek orada bir nüans var idi. Yani bizim nümunemizde biz bütün humanitar münasibətlerde, humanitar meselelerde açığız. Biz etibarlıyız. Bizim gaz təchizatımız var. 14 ölkəyə biz gaz ihraç edirik. Ama bunların hamısının kökünde aslında hani Azerbaycan'ın yine de deyirəm ki bir ülke hukukları çerçevesinde yok, bir region olarak, regionun lideri olarak ortaya çıkması, özünü BMT'nin kürsüsünden artık beyan etmesi demektir. Bakın biz gelin mübahisede, Prezident de bunu çok güzel getirdi ki evveller ben gelirdim, hem işgal faktları, adalet çağırış ama bugün biz sülh hak edelim. Sülh gündeliğiyle gelmişiz ve bu sülh gündeliği bugüne kadar olmuş bütün çıkışlara aslında bir yol haritasıydı. Gelin yenilenek. Əks halda Birleşmiş Milletler Təşkilatının fəaliyyəti bugün nəyə nəticələnir? Bugün bu baxımdan bəli. Hesab edirəm ki biz bu çıxışı bir ekspertlərlə söhbətləşirik. Birazdan təqdim edəcəyik onlar da. Onlar da bildirdi ki bu global humanitar çağırış idi dünyaya. Yani tabii ki bunu başka cüde şerh etmiyorlar, geniş şerh etmiyorlar ama ilkin olarak bak bu global humanitar çağırış dünyaya mən hesab edirəm ki beynəlxalq ictimaiyyətə səs saldı. Təşəkkür edirəm Kamran, çox sağ ol. Bir daha xatırladım ki bizimlə birbaşa bağlantıda Real TV'nin ABŞ bürosu Kamran Qasımov idi. Elə o bizə ən son hadisələrlə bağlı məlumatları çatdırdı. Efirimiz isə davam edir. Əhməd müəllim, biraz öncə də biz elə həm 907-ci düzəlişin ləğvi ilə bağlı, həm ATƏT Minsk qrupunun ləğvi ilə bağlı, eləcə də Azərbaycan-Ermənistan arasında sülhə dair əldə olunan razılaşmada heç bir vasitəçinin iştirak etmədiyi ilə bağlı söhbət edirdik. Elə istərdim qaldığımız yerdən davam edelim. 907-ci maddə, yəni 30 ildən artıqdır ki, Azərbaycanın üzləşdiyi, elə cənab prezidentin də o tarixi tribunadan vurğuladığı ikili standartların, ədalətsizliyin bir nümunəsi idi. Və təəssüflər olsun ki, zaman-zaman Azərbaycan-ABŞ münasibətlərində hətta uğurlar, nailiyyətlər əldə edildiyi dövrdə belə o 907-ci maddə tam şəkildə ləğv olunmadı. Sadəcə növbəti ilə icrası dayandırıldı. Və cənab prezident onu çox doğru qeyd elədi ki, çox yaxşı olardı ki, həmin o 907-ci maddə bir dəfəlik ləğv olunsun. Bu, Azərbaycan-ABŞ münasibətlərində də yeni bir səhifə açar. Ümumiyyətlə, tarixi ədalətin bərpası istiqamətində də lazımi bir tədbirdir. Və o ki qaldı ATƏT Minsk qrupu, təbii ki 30 ildən artıqdır ki bu təşkilatın, bu qurumun effektsizliyini bütün dünya gördü. Lazımsız səfərlər, regionda görüşlər ATƏT Minsk qrupunun artıq heç bir effektliyini olmadığını bir daha göstərdi və münaqişədən sonra da elə Azərbaycan prezidenti ATƏT rəhbərliyini qəbul edərkən də bildirdi ki, artıq bu münaqişə beynəlxalq hüquq çərçivəsində Azərbaycan dövləti, Azərbaycan ordusu tərəfindən təmin olunub. Azərbaycan həmin o BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edib və ATƏT Minsk qrupunun gərəksizliyini BMT tribunasından qeyd etməklə ölkə başçısı həm də BMT-ni bəzi strukturlarının, hətta ümumən Təhlükəsizlik Şurasının zaman-zaman effektsizliyinə diqqət çəkmiş oldu və BMT-də islahatların vacibliyini vurğuladı və Azərbaycan-ABŞ münasibətləri kontekstində yanaşsaq, təbii ki, Vaşinqtonda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin fundamental bir hissəsinin hazırlanması, bu müqavilənin paraflanması təbii ki, tarixi bir gün idi, tarixi bir qərardır və bu Azərbaycan-ABŞ münasibətlərində də gələcəkdə yeni səhifə açır ki, bu həmin o 907-ci maddənin bir dəfəlik ləğvini gündəmə gətirir ki, ölkə başçısı məhz bu məsələni BMT tribunasına qaldırmış
olmuş oldu. Əhməd müəllim, həmçinin Prezident İlham Əliyev bərpa olunan enerji mənbələrlə bağlı da çıxış elədi. O qeyd elədi ki, Azərbaycan həmçinin günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir və orada qeyd edib ki, 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40%-i bərpa olunan mənbələr hesabına təmin olunacaq. Elə günümüzün həm də reallığında bu var. Çünki biz yaşıl enerjidən danışırıq və bərpa olunan enerjidən danışırıq. Bunun artması, yəni enerji istehsalının təxminən 40%-i bərpa olunan mənbələr hesabına təmin olunması ölkəmizə nə verəcək? İlk növbədə onu qeyd edelim ki, Azərbaycan bugün Qərbin, xüsusən də Avropanın aparıcı enerji təchizatçılarından biridir. Xüsusən də Ukrayna-Rusiya müharibəsindən sonra Avropa Rusiya qazından asılılığı sıfıra endirib və alternativ mənbələr axtarışına çıxmışdı və ən optimal alternativ mənbə ilə Azərbaycan idi. Xatırlayırsınızsa, Avropa liderləri bir-birinin ardınca Azərbaycan prezidenti İlham Əliyev ilə görüşmək üçün, belə deyək, sözün həqiqi mənasında sıraya düzülmüşdü. Avropa İttifaqı lideri xanım Ursula von der Leyen Bakıya gəlmişdi və Azərbaycanla enerji sahəsində razılaşmalar əldə olundu. Bu, Azərbaycanın bir enerji təchizatçısı kimi Avropada, Qərbdə rolunu bir daha göstərmiş oldu və Azərbaycan təkcə neft-qaz sənayesi ilə deyil, alternativ enerji mənbələri ilə, xüsusən də külək enerjisi ilə və elektrik enerjisi ilə bağlı kifayət qədər potensiala və təcrübəyə malikdir və xüsusən də Xəzər dənizi bölgəsində, çünki Bakı küləklər şəhəridir, bu külək enerjisindən istifadə olunması ilə bağlı ölkə başçısının çağırışı eyni zamanda iqlim dəyişikliyi kontekstində yanaşılmalıdır. Çünki cənab prezident eyni zamanda Xəzər dənizində suyun çəkilməsi məsələsini qaldırdı. Bu həm iqlim dəyişikliyi bir problemidir və bunun iqlim dəyişikliyi ilə bağlı olmayan səbəblərinə də eyham vurmuş oldu. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdən yaşıl enerji layihələrinin uğurla reallaşdırılması Azərbaycanın bu sahədə həm təcrübəsini ortaya qoymuş oldu. Eyni zamanda ölkə başçısı beynəlxalq ictimaiyyətə də, dünya ictimaiyyətinə də bir çağırış etmiş oldu ki, alternativ enerji mənbələri üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və bu prosesdə Azərbaycanın da verə biləcəyi töhfələri orada qabartmış oldu ki, bu təbii ki, Azərbaycanın da özünün milli maraqlarına uyğundur. Çünki Azərbaycan enerji təchizatçı bir ölkədir. İllərdir ki, Azərbaycan bu enerji sayəsində həm özünü, həm də Avropanın təminatını uğurla həyata keçirir. Eyni zamanda mən Vaşinqton görüşünə bir daha qayıtmaq istərdim və siz də son vaxtlarda müşahidə edirsiniz. Ümumiyyətlə, Vaşinqton görüşündən sonra Avropa İttifaqı Azərbaycan arasında da münasibətlərdə yaxınlaşma müşahidə olunur və təbii ki, Vaşinqton görüşündə Azərbaycanın nüfuzunun bir daha dünyaya təqdim olunması düşünürəm ki, burada mühüm rol oynayır. Bu baxımdan buna necə dəyərləndirmək Təbii ki, Azərbaycanla Ermənistan arasında bu sülh razılaşmasının məhz Vaşinqtonda, Ağ Evdə imzalanması bu Avropa üçün, Avropa ölkələri üçün, Avropa İttifaqı üçün bir yol xəritəsi idi. Xatırlayırsınızsa, elə Ağ Evdə imzalanmış o müqavilədən saatlar sonra Avropanın aparıcı ölkələri, istər Fransa olsun, Almanya, Böyük Britaniya, Kanada, hətta Avropa İttifaqı rəhbərliyi belə bu razılaşmanı alqışladılar və bu sülhün əldə olunması istiqamətində öz töhfələrini verəcəklərini bildirdilər. Hətta Azərbaycana qarşı qərəzli mövqedə olan Fransa belə bu razılaşmanı alqışladığını bildirdi. Burada təbii ki, ABŞ və Avropanın ABŞ-dan asılılığı bu bilinən bir reallıqdır. Amma Vaşinqtonda bu razılaşmanın əldə olunması həm də bu sülhün təminatı üçün çox önəmli faktordur. Yəni bu sülh bəlkə də Rusiya tərəfindən, Rusiyanın vasitəçiliyi ilə əldə olunsaydı bu qədər ciddi qəbul edilməzdi və kövrək sayıla bilərdi. Amma məhz Vaşinqtonda əldə
olunması bu ciddi bir tarixi uğurdur və Azərbaycan bir daha sübut elədi ki, 2020-ci ildə həm savaş meydanında müharibəni qazandı, öz gücü ilə torpaqlarını azad elədi. Eyni zamanda Ağ Evdə imzalanmış bu müqavilə və orada ABŞ prezidenti Donald Trump'ın Azərbaycana və onun liderinə xitabən bildirdiyi pozitiv sözlər, xoş fikirlər Azərbaycan həm də diplomatik arenada, sülh masasında da qələbə qazandığını bildirdi ki, məhz BMT tribunasında çıxış zamanı ölkə başçısı bu fikri bir daha vurğuladı ki, Azərbaycan həm müharibədə, həm də sülhdə qazanmış oldu və bu sülh paylaşılan bir uğurdu. Bunun bütün Cənubi Qafqaza, bütün dünyaya bir örnək, təcrübə olduğunu bir daha demiş oldu. Əhməd bəy, istərdim bir məqama diqqət edək. Bu il BMT Baş Assambleyasının 80 illik yubileyi keçirilir, amma 75 illiyinə bir nəzər salmaq istərdim. Elə Prezident İlham Əliyevin BMT-nin 75 illik yubileyində çıxışı, yəqin ki o 2020-ci ildə həmin çıxışı xatırlayırsınız. İstərdim qısa olaraq 75 və 80-ci illər, bu 5 il fasilə ilə bunu bir müqayisə edək və Azərbaycan həmin o 75 illik yubileydə səsləndirmişdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, amma bugün BMT tribunasından Azərbaycan bir qalib dövlət olaraq fikirlərini bəyan Çox maraqlı məqama toxundunuz. Məhz 5 il bundan əvvəl eyni tribunada Azərbaycan dünyadan hələ də ədalət gözləyirdi. Təəssüflər olsun ki, 30 ildir biz Azərbaycan olaraq öz haqqımızı dünyaya, aslında dünya tanıyırdı bunu, amma qəbul eləmək istəmirdilər. O ikili standartlar elə BMT tribunasının özündə, Təhlükəsizlik Şurasında öz qətnamələrinə hörmətsizlik, ikili standartlardan yanaşma. Azərbaycan elə 5 il bundan öncə Azərbaycan lideri Cənab İlham Əliyev həmin tribunadan bir daha dünya liderlərinə, dövlət və hökumət başlarına müraciət elədi və Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra edilmədiyini, 1 milyondan artıq qaçqının öz dədə-baba torpaqlarına qayıtmaq hüququnun pozulduğunu bildirirdi. Amma 5 il ərzində o BMT və onun üzvləri heç bir real addım atmadılar və Azərbaycan dövləti, Azərbaycan ordusu və onun Ali Baş Komandanı həmin o BMT-nin qətnamələrini öz gücünə icra etdi, həyata keçirdi və bugün az öncə Kamran bəyin də dediyi kimi Azərbaycan prezidentinin çıxışı həm ötən 5 ildə görülən işlər, daha böyük perspektivdə yanaşsaq, son 30 illik tarixi dönəmin bir hesabatı, Azərbaycan nələr elədi, Azərbaycan hansı addımı atdı və eyni zamanda bu uğuru bir dünyada təcrübə olaraq, örnək olaraq paylaşılması. Həqiqətən də dünyanın Azərbaycanın təcrübəsinə ehtiyacı var. Bugün Yaxın Şərqdə, Ukraynada, digər münaqişə ocaqlarında sülhün əldə olunması artıq müşkülə çevrilib. Azərbaycan kiçik bir ölkə olsa da, əslində böyük ölkələrin əldə edə bilmədiyi böyük bir uğuru əldə edib, öz timsalında həm müharibəni qazanıb, ədaləti bərpa edib, beynəlxalq hüququ bərpa edib və sülhün əldə olunmasında artıq real nəticələr var. Bu nəticələri, bu təcrübələri dünya ölkələri ilə bölüşmək baxımından Azərbaycan prezidentinin çıxışı eyni zamanda dünyaya bir çağırışdır ki, gəlin Azərbaycanın o son 30 ildir üzləşdiyi bu ikili standartları, qərəzli yanaşmalar bir kənara qoyaq. Əgər BMT-nin öz qətnamələrinə, nizamnaməsinə hörmətlə yanaşaq və real addımlar atılsın ki, münaqişələr sülhə doğru yekunlaşsın. Təşəkkür edirəm sizə. Çox sağ olun. Bir daha xatırladım ki, studiyada qonağım siyasi şərhçi Əhməd Şahidov idi. Xüsusi buraxılışımız yekunlaşır. İndi isə bir neçə dəqiqədən sonra Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışını bir daha izləməyə dəvət edirik. Gecəniz xeyrə qalsın.